Hər vaxtınız xeyir olsun əziz dostlar, hörmətli izləyicilər. Xırdalandayıq. 120-nin dayanacağına, belə deyək də, yaxın bir yerdə. Prospekt yolun üstündədir bu evimiz. Həyət evi gəlmişik çəkib təqdim eləməyə. 3 otaqdan ibarətdir, evində kubcası var. Yolla da məsafəsi prospekt yoldan gedir söhbət. Hardasa bir 50 metr, maksimum 50 metr olar. Belə dalandadır. Amma bir gördünüz də həyəti, yekə həyəti var. Girən kimi hamam tualetdir, yəni ki, hamam tualeti də çöldədir. Onu deyə belə bir navesi var. Evi 4 bir yandan, belə deyək də, hərrənməyə yeri var. Yəni həyətinə pəncərə də baxmır. Onu da deyək, ev yerdəndir, kürsülü deyil. Amma köhnə tikili evlərdəndir. Harasa 15-20 ilin evidir, tikilisidir. Evin də kubcası var. Kubcada da 61,2 kvadratdır. Gəlin, baxın ki, maşallah, xeyrin versin. Qiymətdə superdir, 55.000 manata qoyulubdur satışa. Yəni ki, qutaran yeri 55.000-dir. Öncəki elanlarda görərsiniz, 65 ilə çıxmışdı bu ev satışa. Girən kimi geniş xoldur və otaqların hamısı xoldan ayrılır. Girən kimi sağda belə mətbəxdir. Mətbəxdə biraz balacadır, xudmaydı. Amma sərgəli, təmiz evdir. İstilik sistemi, ceyran peçidir, o da koridorda qoyublar. Koridordan da bir daha mətbəxdə də giriş görürsünüz, xoldandır, xol hissəsindəndir. Oranı belə xudmani, prixojini, qonaq otağı kimi eləsiniz. Daha hətta 3 dənə yataq otağı çıxartmaq olar. Bir yataq otağını gördünüz, hörmətli izləyicilər. Keçək o birisi digərdə yataq otaqlarını göstərək. Bura ikinci yataq otağıdır, hörmətli izləyicilər. Gəlin, baxın, 55.000 manata kubcalı 3 otaqlı həyət evi. Dəyərincə həyəti də var. Kubcada da evin özü 61 kvadratdır. Belə bir 30-40 kvadratlıq da həyəti var. Burada qonaq otağıdır. Əlaqə nömrəsi profildədir. Zəng eləyin, gəlin, baxın, kim alsa Allah xeyrin versin. Hər kəsin evi olsun. Hələlik.